Yarı finalda Gürcüstan idmançısına məğlub oldum. Biraz taktiki cəhətdən biraz səhvliyə yol verdim. Çünki düzgün qurmadım görüşü. Ona görə də məğlub oldum. Amma mən düşünürəm ki, o idmançıya qalib gəlmək, yəni qalib gələ bilərdim. Çünki elə də güclü, biz dünya çempionudur Gürcüstan idmançısı. Amma mən düşünürəm ki, mən ondan taktiki cəhətdən səhvlik elədim. Ona görə məğlub oldum və inşallah qarşıda yarışları var. Yəqin ki, yenə qarşılaşacağıq. Və çalışacağım ki, bu buraxdığım səhvləri gələn yarışlarda buraxmayam. Erməni idmançısı ilə bir dəfə qarşılaşmışdım mən o idmançı ilə. Ona görə bir dəfə qalib gəlmişdim. Bu səfər istəyirdi erməni idmançısı mənə qalib gəlsin. Amma şükür Allaha mən buna icazə vermədim ki, o qalib gəlsin. Amma məğlub olmağının da Xaçırda ilə məğlub oluşan güləşə zid hərəkətlər, yəni yumruqlar atlar, yumruq atırdı atdan. Və axıra sonuna yaxın artıq mən də bir yumruqla yəni ona başa saldım ki, yəni güləşməkdir də bu. Mübahisə olmadı. Ona görə Xalça üzərində belə şeylər olur, amma çox sevinirəm ki, yenə düşmənimizə erməni idmançısına qalib gəldim. Çalışacağım ki, 57 kg çəki rəsində yəni iştirak edəyəm. Düzdür, hələ lisenziya alınmıyordum bu çəkidə, amma çalışacaq lisenziya da alaq. Yəni məqsədim olimpiya oyunlarını görüşmək istəyirəmsə əgər, medal qazanmaq istəyirəmsə əgər, gərək yəni vəziyyəti çəkəm. İnşallah əlimdən gələn edəcəm ki, medalların siyasına olimpiya medalını da qata biləm.